Hamımız onsuz da bu dünyadan köçəcək və heç kimsə öz əməli ilə qürurlanmasın. Mən salihəm, mən elm əhliyəm. Hər zaman insan öz acizliyini etiraf etməlidir. Baxın, Həsən radiyallahu anh, İmam Həsən vəfat ikən ölüm anında Hüseyin radiyallahu anh yanına daxil olur. Bunu Bidayə və Nihayədə İbn Kəsir qeyd edir. Deyir ki, ya Əba Muhammed, ey Məhəmmədin atası, mə həzəl cəzə. Yəni, bu sıxıntı nədir? Yəni, ölüm anında insanda sıxıntı olur, biraz daralır, fikirləşir. Nədir bu sıxıntı deyir? Nə olub deyir? Sabah sən deyir, sadəcə ruhun, baxın, bədəndən ayrılacaq, Allah dərgahına köçəcəksən, atan deyir, Əli, anan Fatimənlə görüşəcəksən, baban Muhammed s.ə.v, nənən Xədicə ilə deyir görüşəcəksən, həmçinin deyir əmilərin Həmzə və deyir Cəfərlə görüşəcəksən, dayıların Qasimlə, Abdullahla görüşəcəksən, yəni Peyğəmbərimizin evladları İbrahimlə görüşəcəksən, həmçinin xalaların deyir Ruqeyyə ilə, Ummu Kulsum Zeynəmlə görüşəcəksən. Yəni bu, səndə gördüyün bu sıxıntı hal olmalı deyil. O çox gözəl cavab verir. Deyir, ey qardaşım deyir. Çünki mən elə bir yeri köçürəm ki deyir, orada başqa bir durumdan qarşılaşacağım. İndiyə kimi heç zaman o durumu görməmişəm. Ahirət dünyası. Həmçinin orada Allahın yaratdığı elə məxluqlarla qarşılaşacağım ki, indiyə qədər elə Allahın yaratdığı deyir, məxluqatı görməmişəm. Mələklər ahirət dünyası. Deyir, onu deyəndə deyir, İmam Hüseyin nə dedi? Ağladı deyir, subhanallah. Yəni, baxın, demədi, mən Peyğəmbərin nəvəsiyəm, mən belə məqama çatmışam. Hər zaman nədir? Allahın aciz qulu olduğunu heç zaman ölüm anında belə unutmayıblar və heç zaman nədir? Əməlləri ilə fəxr eləməyiblər. Ona görə mömin bu dünyada dəyərinin yaxşı olduğunu Allah dərgahına bilmək istəyirsə, heç zaman yaxşı əməlinə öyünməsin, öz nəfsinə güvənməsin. Sadəcə dillə demək deyil, qəlbinlə belə olmaz. Ah, mən oruç tutanam, ah, mənim elmim var. Çünki nəyə görə? Allahın ən sevmədiyi sifət nədir? Təkəbbürlük və bir də insanın öz nəfsini bəyənməsi.